Hamınıza salam uşaqlar. Bu gün sizlərlə Squid Game haqqında teorilərimizi bildiririk uşaqlar. Soxsuz ilk 3-cü sezon oldu, bitdi. Uşaqlar elə bir şey yoxdur. Niyə deyirəm? Squid Game'in sembolları, yəni figurları nədir? Üçbucaq, dairə, kvadrat. Bu üçüdür. Squid Game'də birinci sezonun axırında, bitişində uşaqlar gördüyünüz kimi üçbucaq bir masada yemək yemişdilər. Və ondan sonra ki bitmişdi birinci sezon. İkinci sezonda isə uşaqlar o yemək yeyə bilmədilər. Nə kvadrat masada, nə dairə masada. Niyə? Çünki işləyənlərlə Squid Game'ə qatılan o mavi paltarlı oyuncular hamısı qırmızı paltarlarla müharibə eləmişdi. Üçüncü sezonda isə uşaqlar orada təzə çıxıb. Üçüncü sezonda uşaqlar nə ola bilər deyirəm sizə. Üçüncü sezon olur. Üçüncü sezonda uşaqlar bilirsiniz ki, siz baxmısınız, baxmamışam ancaq qabağıma çıxıb short videolarda. Üçüncü sezon necə olacaq? Olublar doğrusu uşaqlar. Axırında ya deyəsən, baxmamışam tam dəqiq. İndi siz bilirsiniz də, baxanlar bilir. Ya dairəvi masada yemək yeyiblər, ya da ki kvadrat masada. Bu ikisindən birində yeyiblər. Əgər dairəvidə yeyiblərsə, 4-cü sezon olacaq. 4-cü sezonda kvadrat masada yemək yeyəcəklər. Əgər olmayıbsa 3-cü sezonda kvadrat masada yemək yeyiblərsə, kvadrat masada yemək yeyiblərsə, deməli 4-cü sezonda dairəvi masada yemək yeyəcəklər. Bir də şu uşaqlar 4-cü sezon olacaq, %100'dür. 456 numaralının qızı, adını bilmirəm. Qızı uşaqlar 456 numaralının intiqamını almaq üçün Squid Game'ə qatıla bilər. Və frontman da ki 2-ci sezonda olduğu kimi oranın müdürü yox, oranın başçısı yox, oyuncu ola bilər. Yəni beləcə teori verə bilərəm sizə uşaqlar. Bir də ki uşaqlar Amerikada olacaq Squid Game, 4-cü sezon Squid Game necə olacaq? Baxın. 3-cü sezonun axırında uşaqlar frontman qırmızı kartla göy kartın oyununu Amerikanın küçələrində yetimçilərlə, yəni dilənçilərlə oyun oynayırdı uşaqlar. O oyun oynayırdı. Yəni uşaqlar 4-cü sezon olacaq. Hətta bəlkə də frontman 222 numaralı oyuncusunun qızı bilməm oğlu uşağı ilə bir yerdə zaman keçirib onu böyüdə bilər. Yəni öz övladı kimi görə bilər. Çünki 3-cü sezonun sonunda qırmızı paltarlı işçi dairəvi başda, yəni dairəvi qırmızı paltarlı oyuncu yəni işləyən də orada qutaranda yəni 222 numaralının uşaq qazanmışdı oyunu. Ona süd verirdi, bebeğonda süd verirdi də. Yəni ki uşaqlar o uşağa yəni baxacaqlar, o öldürüb eləməyəcəklər. Sağ olun.